mən başqa bir bağlamam da var. O gəlsin göstərəcəm. Bu yaxınlarda şeylə bir neçə məhsul sifariş eləmişdim. Sırf Bali üçün maraqlı belə deyim, geyimlər var idi və ən çox mənə maraqlı gələn bu paltar idi. Şəkildə qırmızı kimi görsənirdi. Amma rəngi qırmızı deyil. Açıb baxmışam, mən hətta geyinmişəm. Çox bəyəndim, çox gözəldir. Belə bu formadadır. Baxın, bilirsiniz, belə gül qurusu rəngindədir. Qırmızı deyil, amma baxın, materialı belədir. Və buralarından belə büzmələri var, dartılır və bu formadadır, belə, arxası da açıq. Geyindim, baxdım, ətəyi görürsünüz, belə fırfır kimidir. Göstərə bilirəm. Geyindim, baxdım, çox gözəl qaldı, çox bəyəndim. Bununla bağlı, belə deyim, bir dənə outfit fikrim var. Daha doğrusu artıq harda geyinəcəyimi beynimdə fikirləşmişəm. Mən adətən elə edirəm. Və bununla taxmaq üçün belə bir boyunbağı almışam. Bunu da şeyindən almışam, görürsünüz. Belə balıq qulağı kimidir. Çox qəşəngdir. Əsl, belə deyim. Bu paltarla geyinmək üçün bu boyunbağı sifariş elədim. Belə, bunu almışam. Və bir dənə belə taxmaq üçün yadınızda göstərmişdim Biserdən. Belə bir aksesuar almışdım. Bir dənə də beləsini aldım. Bu belə zəncir formasındadır. Görürsünüz necədir. Belə biraz qalın və 2 dənəlidir. Belə taxmaq üçün. Düzü keyfiyyəti bilmirəm nə dərəcədə davamlı olacaq, rəngi getməyəcək. Amma məni bu səyahətdə yola versə kifayətdir. Çox da baha bir şey deyil. Ucuz almışam. Belə, əslində artıq bütün belə deyim, sifarişləri bu qədər artıq demək olar yavaş-yavaş yığışmağa başlamalıyam. Bu sonuncu həftəmizdir. Alınsa sizin üçün də çəkəcəm. Əslində çoxlu kadrlar çəkmişəm. Düşünürəm ki, getməmişdən qabaq onların hamısını editləyim, yüklüyüm. Çünki Balidə də vlog çəkməyi düşünürəm. Bu qədər. İndi birazdan rəfiqələrimlə kol edəcəyik. Gedim özümə kofe düzəldim. Bu arada məni Instagramdan da izləyə bilərsiniz. Instagramda da günlük paylaşımlar etməyə çalışıram. Eyni şəkildədir Instagram adımda Kainil Əhmədova. Aşağıda linki qeyd eləyərəm. Instagram adımda qeyd eləyərəm. Oradan da məni izləyə bilərsiniz. Bir də bu son zamanlar belə deyim, gel manikürumu çıxartmışam. Çünki dırnaqlarımın çox zəiflədiyini hiss elədim. Sanki qırıldı. Bu dırnağım məsələn qırıldı. Bilmirəm bu şıllaka görə oldu. Çünki gel eləməmişdim. Sonuncu dəfə şıllak eləmişdim. Adətən uzun dırnaqlarda şıllak qalmır. Mən yadıma gəlmir axırıncı dəfə dırnağım nə vaxt qırılıb. Ona görə çıxartdım və Essence-dən belə bir məhsul almışam. Bilmirəm bu görsənir. İşıq düşür. Baxın. Extreme Nail Hardener. Yəni dırnaq bərkidicisidir. Alandan çəkirəm. Gündə yəni bir neçə dəfə. Yadıma düşdükcə çəkirəm. Yəni 1-2 dəfə yox. Yəni gündə bir 5-6 dəfə çəkirəm. Həm üst-üstə qat kimi olur. Həm də bərkitdiyi deyilir. Yəni 2 həftə istifadə etmək lazımdır. Sadəcə mənim 1 həftə vaxtım var. Həftə sonu çox güman ki yox. Dırnaqlarımı gel eləyəcəm. Çünki səyahət var qarşıda. Ona görə belə deyim, gel eləyəcəm ki rahat olsun. Amma qaydandan sonra dırnaqlarımı yenə çıxaracam və bir müddət heç nə etməyəcəm. Sadəcə bu bərkidicidən çəkəcəm ki, biraz dırnaqlarım özünə gəlsin. Axırıncı dəfə yəqin ki, korona vaxtı mən geli çıxartmışam. Ondan bu yana heç vaxt çıxartmamışam demək olar. Ona görə düşünürəm ki, artıq fasilə vermək lazımdır. Sizin düşüncələriniz nədir? Ümumiyyətlə gel istifadə edirsinizmi, yoxsa adi lak istifadə edirsiniz? Aşağıda rəylərdə fikirlərinizi bildirin. The next day. Biz bugün gəlmişik maraqlı bir dənə yerə. Deməli, bura Barefoot adlanır. Belə bir parkdır. Adam başı giriş 10 evrodur. Pulu verirsiniz və içəri ərazi ayaqyalın gəzmək üçün belə deyim. Uyğundur, ayaqqabla gəzmək olmaz. Hamı ayaqyalın gəzir. Biz də indi bilet alıb ora girəcəyik. Maraqlı belə deyim zonaları var. Bəzi yerlərində su var. Soyuq su, isti su. Dəqiq bilmirəm, indi içəridə baxacağam. Bu da həmin parkın ərazisinin belə deyim xəritəsidir. Harda nələr var burada göstərilir. Burada belə şkaflar da var. Ayaqqabılarımızı çıxarıb qoya bilirik. Qaydanda da yer var. Ayaqlarını yuyurlar, sonra geyinirlər. Başladıq.
Biz Türkiyədə plyajda, daşda gəzməyə deyə pul verib Decathlon'un ayaqqabı almışıq. Burada da pul vermişik ki, gəlib belə yerdə ayaq yalan gəzək. Çox maraqlı təzad. Burada da belə sulu yer var. İndi ora keçirik. Oy, soyuqdur. Biraz soyuqdur. Ətraf da belə meşəli idi. Burada da belə oturub yeməyə yerləri var. Oy da. Zarafat edirsən. Necə yəni şüşə? Burada belə şüşə kimi yol var. Bunu incitmiş çox. Maraqlıdır. Elə bir ki, hər zolaq fərqli experience-lərdir. Qabaqda görürsünüz su var. İndi ora gedirik. Gəldik bu akvarium olan hissəyə. Düzü bura dərin görsənir. Əmin deyiləm ki, bura girə bilərik. Çünki suyu xeyli dərindir. Yəqin ki, next davam eləyəcəyik. Sonra da belə meşənin ortasına girəcəyik. Buradan geçmeliyiz. Doğrudan. Oradan geçebilirsin. Burası tərpənir. Biraz Belə maraqlı daşlar var. Nə üçün olduğu bilinmir. Ya da biz bilmirik. Burada da belə palıd qozaları var, balaca. Meşənin ortasındayıq. Gecə-gecə gedirik. Elə bir ki, kiminsə evindəyik. Qəribə şəkildə ayaq yalan gəzirsən, amma narahat deyil. Bilməm. Görək qabaqda nə var. Deyəsən qabaqda yenə su var. Burada belə palçıq var. Birinci palçığa girirsən, sonra da girirsən, ayağı yuyursan. Nə bilim, çox belə qəribə. girməyəcək oradan. Yox, istəmirəm. Salih girdi, mən girmədim. Çox palçıq idi. O derim ki. Gör. Sein Zeh ist so breit wie mein Po. Gəldik, oturduq sendviçimizi yeməyə. Salih bizə belə sendviç düzəldib. Məndən salamili, özünə mozzarella pendirli. İndi onu yeyəcəyik. Sonra davam eləyəcəyik. Demək olar gəzdik, qurtardıq. İndi ot olan hissəsinə gəlmişik. Buradan sonra da artıq çıxışdır. Belə maraqlı experience idi, amma fərqli yerlərə gəlmək üçün, belə deyim, fərqli nəsə try eləmək üçün maraqlı idi. İndi artıq yavaş-yavaş qayıdacağıq. Gedirik ayaqlarımızı yumağa. Burada belə yer var. Baxın, hamı oturub ayaqlarını yiyor. İndi ayaqlarımızı yuyacağıq, ayaqqabılarımızı giyinib gedəcəyik artıq. Burada hasarın o biri tərəfində başqa park var. Bu parkda da qəribə şəkildə belə atılmış evlər var. Bu ev yəni çox böyükdür. Görsənir, buradan fokuslanır. Çox gözəldir və atılıb. Çox maraqlıdır. Niyə? Sonra baxın, bu evdə atılmışdı. Görsənir, yoxsa yox, inanılmaz böyükdür bu da. Baxın, həmin evin önüdür. Görürsünüz nə boydadır? O bayaq çəkdiyimdə arxasıydı. Maraqlıdır ki, bunlar niyə atılıb?
da onlardan biridir. Hələ bu lap gözəl idi. O bir tərəfini çəkmədim. Çox maraqlıdır. Gedib baxacaq görün niyə atılıb bu evlər. Yəni inanılmaz gözəldir və çox köhnə deyil. Gedirik qatara. Saat 6-da qatar var. Gedirik ona çataq. Kameramı götürməmişəm. Telefonla da çəkmək fərqinə varıram ki, heç asan deyil. Niye gelme The next day. Salam dostlar. Biz bugün şar festivalına gedirik. Berlində Tempelhof deyilən bir yer var. Orada çox böyük şarlar uçururlar. Hər il səfərlənəmsə olur belə bir festival. Keçən ildə olubmuş. İndi ora gedirik. Hamı bugün ora gedir deyəsən. Belə maraqlı yolu var meşənin ortasından. Gəzə-gəzə gedəcəyik. Bir də Tempelhof əvvəl aeroport olub. Daha sonra oranı belə deyim, park kimi istifadə edirlər. Çataq çəkəcəm oranı da sizin üçün. Gəldik, girdik içəri. Bayaq deyəsən şar festivalı demişdim. Şar festivalı deyil, uçurtma festivalıdır. Hamı əlində uçurtmalarla gəlir. Özləri də nəsə uçurur. Amma qabaqda daha qəşəng uçurtmalar var. Ora gedirik. Biz gəlmişik əsas uçurtmalar olan yerə. İnanılmaz dəhşət çox adam var. Yəni çox həqiqi inanılmaz izdiham var. Amma hava çox qəşəngdir. Fikirləşirəm ki, yaxşı ki gəldik. Vlogumuz burada sona çatır. Dəstək üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti vloglarda görüşənədək.